Bakıdakı yaşayış mənzillərindən birinin ev sahibləri bayram istirahətindən qayıtmaz şüşələri sınmış pəncərə onların diqqətini çəkib, sonradan məlum olub ki, bu əbəs yerə deyilmiş. Naməlum şəxslər onların var dövlətinə əl uzadıblar. Bayırdan gəlib atlanıblar balkondan, giriblər bu lambiri çıxartmışlar. Bax bunu çıxardıb dayanmışlar bura. Bunu açıb görüb hamısı yoxlanıblar. Barmaq izinə görə yoxlanıblar. Buranı açıblar, giriblər içəri. Gerdə qoyduğumuz Novruz bayramı bir həftəlik istirahətlə bəziləri üçün yadda qalan olsa da, bəziləri heç də xoş olmayan hadisə ilə üzləşdi. Bayramı qeyd etmək üçün Lənkəran rayonuna üst tutan Muradovlar ailəsi geri dönəndə mənzillərinin qarət olunduğunu görüb. Mənzildən nə az nə çox, düz 70 min manat pul və 2 kiloqramdan artıq qızıl zinət əşyaları oğurlanıb. Hadisə Səbail rayonu Bayıl qəsəbəsində Salyan yolu küçəsi 2 ünvanında baş verib. Maraqlı burasındadır ki, mənzilə daxil olan şəxslər evin yalnız bir otağını ələk-vələk ediblər. Belə nəticəyə gəlmək olar ki, ya oğrular bu evdə pul və qızılların yerini dəqiq biliblər, ya da ki, onların başqa otağa keçməyə necə deyərlər, vaxtları olmayıb. Matrasın altından pulları götürüblər, buranı dağıtmışlar hamısını. Buranın şkafızadı yoxlamışlar, buradan da qızılları çıxarmışlar, hamısını götürmüşlər. Görsətərdim. Arkada 2 dənə silmə var, aşağılarda açıblar. Ev sahibi Elnur Muradovun sözlərinə görə oğurlanan pullar bir müddət əvvəl Binəqədi rayonunda satdıqları evin və maşının puludur. Heç oğurlanan qızıllar da ailə üzvlərinə mənsub olmayıb. Qızılların içində 2 kilograma yaxın qızıldır. Yəni qızılların içində qiymətli daşlar var, brilyant var. Hamısı qohumlar, yəni qadınların istifadə edir, kolliyə, nə bilim, qızıl sahar, belə şeylər var orada. Onlar da ümumi miqdarını çıxadanda pulla bir yerdə 300 mindən çox pul edir. 70 min azeyn olar, çox olar. Yəni biz maaşlarımızı da qoymuşuq onun üstünə. Evi qarət edən şəxslərin isə bu işdə peşəkar olduğu istisna edilməyib. Mənzilə baxış keçən ekspert kriminalistlər heç bir əl barmaq izlərinə rast gəlməyiblər. Çıxanda da hamısı barmaq izləri nə qalmayıb, hamısını silib qayıdıb çıxıb gediblər. Heç bir iz buraxmırlar, ancaq bircə iz var, onu da qoruyuram, saxlayıram ki, gəlib baxacaqlar, deyiblər gələcəyik. Naməlum şəxslər evdən qızıl zinət əşyalarını və küllü miqdarda pulu götürməklə yanaşı mənzilə maddi ziyan da vurublar. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı isə Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin əməliyyatçılar tərəfindən axtarışlar davam etdirilir.